Siz təsəvvür edin ki, ata evə çox maaş gətirən, Allah ona güc verib, güclü bir varlıq, bütün resurslarını kefinə xərcləsin. Olur da belə şey, az görmürük. Gedir qumara xərcləyir, gedir narkotikə xərcləyir, gedir dostları ilə yeyib içməyə xərcləyir, uşağının ayaqqabısı yoxdur. Ki, nə deyərsiniz belə ataya? Şərəfsiz deyərsiniz də. Öz borcunu unudub, öz vəzifəsini unudub, özü üçün yaşayır. O şərəfsizdir. Özü üçün yaşayan ana, o da şərəfsizdir. Yoxdur, elələri var. Siz elə bilirsiniz ki, özü üçün yaşayan uşaq şərəfli olacaq, o da şərəfsiz olacaq. Özü üçün yaşayan uşaq şərəfsizdir. İndi uşaqlara deyən yoxdur ki, sən özün üçün yaşayanmazsan. Əksinə, hər yerdən coachlar, nə bilim, psixologlar ordusu çıxıb deyir ki, özün üçün yaşa, özünü sev. Da o Dədə Qorqudun o sözünü indikilər heç anlamaz ki. Deyir, sən sağ ol, atam sağ olsun, bir mənim kimi oğul tapılmaz mı olar? Özünü fəda edir anasının namusu üzərinə. İndikilər bunu heç başa, bunun fəlsəfəsini başa düşməzlər. Onlar bilmirlər ki, bu çox möhkəm bir mənadır. Sən oğulluq mənasını itirsən, yaşaya bilməzsən. Bütün mənalardan imtina edirlər. Hardakı qulluq var, hardakı əziyyət var. Yox, mən özüm üçün yaşayayım. Sən özün üçün yaşamağa başlayınca görsən ki, heç özünə də yaramırsan. Heç kimə də yaramırsan, dəyərin də düşür. Qulluğun yoxdursa, dəyərin yoxdur bu göy altında sən.